Yasamal rayonunda Şərifzadə küçəsində təcili olaraq 2 otaqlı mənzil ailə olmaq şərti ilə uzun müddətli kirayə verilir. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da kirayə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Videomuzu sonadək izləyin ki, qiyməti haqqında da xəbərdar olasınız. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Şərifzadə küçəsində Kapsella Pərdə evinin yaxınlığında hündür mərtəbəli binada yerləşir. Ümumi sahəsi 84 kvadratdır, qanuni 2 otaqlıdır. Hal-hazırda mənzildə təmir işləri gedir. Təmir təxminən ayın 1-2-si yekunlaşacaq. Ondan sonra kirayə verilməsi nəzərdə tutulur. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər Şərifzadə küçəsindən keçən bütün avtobus xətlərinin dayanacağına və həmçinin İnşaatçılar metrosuna da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edirik və özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda Şərifzadə küçəsində Kapsella Pərdə evinin yaxınlığında hündür mərtəbəli binada yerləşir. Ümumi sahəsi 84 kvadratdır, 2 otaqlıdır. Hal-hazırda mənzildə təmir işləri gedir. Təmir təxminən ayın 1-2-si yekunlaşacaq. Ondan sonra kirayə verilməsinə hazır olacaqdır. Mənzil ailə olmaq şərti ilə uzun müddətli kirayə verilir. Mənzilin aylıq kirayə haqqı 630 manatdır. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.